Xoş gördük sizi, hörmətli televiziya tamaşaçıları. Musiqili ekran verilişi yenidən efirdədir. Bugün biz milli opera deyəndə ilk yadımıza düşən ən böyük əsərimiz haqqında danışacağıq. Bu, təbii ki, Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasıdır. Artıq 100 ildən artıqdır ki, bu opera bizim səhnəmizin bəzəyidir. Ona olan maraq sönmək bilmir, bu da təbiidir. Çünki operanın dahiyanə musiqisi, əbədi eşq hekayəsi onu daim cəzb olunan bir nümunəyə çevirir. Bəs operanın quruluşları necə? Yəni, 100 ildən artıqdır ki, bu opera səhnədə gedir. Əlbəttə, bizim çox böyük rejissorlarımız ona səhnə quruluşları veriblər. Bu həllər təbii ki, bir-birindən fərqlənib. Lakin bu cür əsərlərə yanaşma həmişə ona yenidən nəfəs vermək istəyən sənətkarlardan həm böyük cəsarət tələb edib, həm də böyük istedad və yeni dünya baxışı. 21-ci əsrdə yaşayırıq. Leyli Məcnun hal-hazırda öz səhnə həyatını necə davam etdirir? Bu mövzunu mən çox dəyərli bir qonağımla açacağım. Çünki onun elmi işlərində də bu mövzu daim gündəmə gəlir və onun indinin özündə də o xarici ölkələrdə bu mövzunu böyük ustalıqla tamaşaçılara, elmi dairələrə çatdırır və onu sizə təqdim edirəm. Musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, hal-hazırda Indiana Universitetinin müəllimi Ayda xanım Hüseynova. Ayda xanım, xoş gəlmişsiniz. Çox sağ olun. Ayda xanım, mənim qarşımda sizin çox gözəl bir kitabınız var və bu kitab belə də adlanır Azərbaycan musiqisi muğamdan operaya doğru. Və mən bu kitabı əlbəttə tamaşaçılarımıza göstərmək istərdim və onun əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Çünki çağdaş Amerikada Azərbaycan musiqisi haqqında ingilis dilində işıq üzü görən ilk kitabımızdır. Və burada 20-ci əsr Azərbaycan musiqisinin muğamdan operaya qədər, yəni digər bütün janrlarda əhatə olunmaqla çox dolğun tarixi və təhlili verilmişdir. Və Ayda xanım, mənə elə gəlir ki, bu Leyli Məcnun operası ilə bağlı ki, xüsusilə Amerikada bu saat baş alıb gedən bu gözəl bir proyekt, elə bilavasitə sanki bu sizin kitabın əsas ideyasından qaynaqlanıb. İlk öncə Lalə xanım, mən istərdim sizə öz təşəkkürümü bildirim ki, məni bu gözəl verilişinizə dəvət etmişsiniz və mənim elmi fəaliyyətim haqqında və kitabım haqqında belə gözəl sözlər söylədiniz. Mən sizə təşəkkürümü bildirirəm, Ayda xanım. Çox sağ olun. Və mən demək istərdim ki, doğrudan da bu kitabın yaradılması da və ümumiyyətlə mənim Amerika Birləşmiş Ştatlarında fəaliyyətimdə bir böyük bir bizim doğrudan da səhnəmizin solmaz gülü deyərdim, sönməz ulduzu olan Leyli və Məcnun operası çox böyük yer tutur. Əsas səbəb də ondan ibarətdir ki, 2006-cı ildə bizim Azərbaycan muğamının böyük ustası, ustadımız Alim Qasımov belə bir fikirlə deməli çıxış edir ki, Leyli və Məcnunu hansısa bir yeni formada qərb dinləyicilərinə çatdırmaq çox gözəl olardı. Və məhz o zamandan Alim Qasımov qərb ifaçılıq sənətinin çox görkəmli nümayəndəsi olan violonçel çalan Yo-Yo Ma ilə bu haqda söhbət edir. Bu fikir bəyənilir və Yo-Yo Ma'nın yaratdığı İpək Yolu ansamblı artıq bu layihə üzrə işə başlayır. Mənə də həmin layihədə elmi məsləhətçi kimi çıxış etmək deməli təklifi irəli sürünür və təbii ki, mən onu böyük məmnuniyyətlə qəbul edirəm. Və o zamandan başlayaraq bu Leyli və Məcnunun yeni həyatı, yeni elə bil ki, uzaq diyarda qərb dinləyicilərinin qarşısında bizim bu çox dəyərli, bizə hamımıza əziz olan bu sənət əsəri tamamilə yeni tərzdə, yeni
yeni tərzdə təqdim olunur və öz yeni həyatını başlayır, mən deyərdim. Burada o qədər hadisələr baş verib ki, bu 13 il ərzində, yəni tamaşalar, görüşlər, qəzet məqalələri, müsahibələr, yəni doğrudan da mən deməli deyə bilərəm ki, bu Leyli Məcnun vasitəsilə Azərbaycanı təqdim etdi bizim musiqiçilər və Azərbaycan musiqisini, Azərbaycan poeziyasını, Üzeyir Hacıbəyli dünyasını, Məhəmməd Füzuli dünyasını, bunlar hamısı doğrudan da minlərlə, yəni Amerikalıların ürəyinə yol tapdı və məncə bu layihənin bəlkə də ən böyük önəmi, ən böyük dəyəri məhz bundan ibarətdir. Bilirsiniz Ayda xanım, həqiqətən də bu Leyli Məcnun biz artıq əvvəldə də qeyd etdik ki, müstəsna bir əhəmiyyəti olan bir əsər kimi ortaya gəldi. Lakin bir məsələ var idi ki, orada oxuyan ifaçılar sırf milli muğam ifaçılardır. Yəni bunu biz dünya səhnəsinə necə çıxaraq, yəni təbii ki, burada başqa ifaçılarla onu əvəz etmək, başqa millətdənmi, başqa üslubdanmı olan ifaçı əvəz etmək demək olar ki, qeyri-mümkündür. Və elə bir bizim muğam ustadımız ortaya gəlməli idi ki, onu bütün dünya qəbul etsin. Düzdürmü? Yəni bu faktorda çox böyük rol oynayırdı və Alim Qasımov kimi artıq dünyada tanınan, sevilən, daim qastrollarda, səfərlərdə olan və ən müxtəlif musiqi üslublarla işləyə bilən, ifaçılarla tandem yarada bilən bir ifaçının Leyli və Məcnuna gəlib çıxması, yəni bu operanı özünə məxsus tərzdə şərh etmək istəyi buna doğrudan da çox böyük təkan oldu və vaxtında lazımi məcrada məyləgər oldu. Mənim yadımdadır ki, 2000-ci illərdə yəni alim müəllim öz qızı Fərqanə xanımla belə bir konsert tamaşası ilə çıxış etdilər Heydər Əliyev sarayında. Məhz bu Şəbi Hicrandan, Leyli Məcnundan təkanlanaraq çox gözəl bir təsirli hekayə şəklində öz konsertlərini qurdular. Məhləgər alim müəllimin yaradıcılığında əlbəttə biz bilirik ki, o Leyli Məcnunu ənənəvi tamaşada oynamışdı. Yəni bizim əlimizdə alim müəllimin kadrları var. Bizim opera balet teatrında Məcnun obrazında onun müxtəlif tərəf müqabilləri də olub. Səkinə xanım İsmailova, Mələk xanım Əyyubova o tamaşada təbii ki, o yer almışdı və onun məhz alimlə, Alim Qasımovla tamaşaya qoyulması da xüsusi bir önəm daşıyırdı. Çünki artıq Alim Qasımov o zaman belə parlayan bir ulduz idi. Düzdür, Azərbaycan muğam səhnəsində, muğam səmasında bir parlayan ulduz idi. Yaxşı olar ki, biz bir o fraqmentə baxaq. Hudayatkan ettin, kalmışam nalen qəfəs qeydində gülzar istərəm. Eşkidam ile giriftar olalı zar olmam. Ne beladır ki ona böyle giriftar olmam, olmam. Kudretim yok ki kılam kimseye şerhi qəmudir, öyle ki arızeyi hicrilə bimar olubam, olubam.
Ayda xanım, mənə elə gəlir ki, elə o zamanlardan Alim Qasımovun fikrində, yəni bu obrazı, Məcnunu və Leyli ilə olan o münasibətlə, yəni bu eşq hekayəsini sanki öz təxəyyülündən keçmiş şəkildə ortaya qoymaq var idi. Çünki Alim Qasımov bizim o muğam ustadlarındandır ki, o bir yerdə qalmadı. Yəni o daim dəyişməyə, təbəddülata uğramağa, daim o yenilikləri özünə çəkməyə qadir olan bir ifaçıdır və mənim yadımdadır sizin beynəlxalq muğam simpoziumunda bir çıxışınız da məhz Alim Qasımovun bu dəyişkən obrazının, musiqiçi obrazının yaradılmasına yönəlmişdi və siz orada Alim Qasımovun bu yenilikçi, novator keyfiyyətlərini çox parlaq şəkildə ortaya qoymuşdunuz, elə deyilmi? Çox sağ olun Lalə xanım, doğrudan da elə çıxışım oldu neçə il bundan öncə. Doğrudan da Alim Qasımov böyük musiqiçidir və onun bir gözəl sözü var, deyir ki, əsl musiqiçi biraz daxilində məcnun olmalıdır. Yəni sən o həqiqətə ucalmalısan və ucaldıqca sən həm təkmilləşirsən, həm də sən o çox çətin yollardan keçirsən və nə vaxtsa sən buna nail olsan, onda sən xoşbəxt musiqiçisən, yəni xoşbəxt bir sənətkarsan və onun öz, yəni ifa üslubunda, bir musiqiçi kimi özünün deməli ifadə etmə üsullarında doğrudan da bu Leyli və Məcnuna xas olan, Məcnun obrazına xas olan bu çılğınlıq, bu eşq, ilahi eşq var və ona görə Alim Qasımov doğrudan da səhnəmizin çox, yəni ən gözəl məcnunlarından biri oldu. Və siz düz buyurdunuz ki, məhz o zamandan Alim Qasımov o fikrə düşür ki, biz bu Leyli və Məcnunu daha yığcam halda, daha dramatik sürətlə inkişaf edən, intensiv deyərdik biz, gərgin bir halda biz yəni bunun yeni versiyasını yaradaq və onu artıq qərbdə də nümayiş edə bilək. Və mən deməli qeyd etdim ki, Yo-Yo-Ma'nın İpək Yolu ansamblı bu yeni versiyanı çox böyük uğurla ifa etdi. Həm Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhərlərində, həm Kanadada, həm Fransada, bir də ki, dünya premyerası baş verdi. O da Qətər ölkəsində, Dohada möhtəşəm bir İslam mədəniyyətinin muzeyinin açılış mərasimində baş verdi. Orada yolumuz düşdü və orada da yəni möhtəşəm konsertlər oldu açıq havada və mən orada bir söz dedim. Mən deməli bu tamaşalarından öncə giriş sözü ilə və ya mühazirə ilə çıxış edirəm adətən. Proqram üçün bukletlərdə də bu yazılar da mənə məxsusdur və mən orada dedim ki, biz Leyli Məcnunu sanki öz diyarına harda yaranan deməli, hardakı yaranıb o mənşəyi olan diyara gətirmişik, yəni Ərəb ölkələrinə. 100 ildən sonra? 100 ildən sonra və siz çox gözəl dediniz bunu, çünki bu dəqiq 100 ildən sonra 2008-ci ilin noyabr ayı idi. Dohada dünya premyerası keçdi və mən dedim ki, bu çox gözəl töhfədir, yəni İpək Yolu ansamblı tərəfindən və Qərbin böyük musiqiçiləri tərəfindən Azərbaycana olan bir töhfədir bu gözəl operanın 100 illiyi münasibəti ilə. Və belə oldu ki, həmin bu tamaşalarda Harvard Universitetində noyabrda yenə də bir deməli tamaşa keçdi və biz heç bilmirdik onda ki, tamaşaçılar arasında zamanəmizin böyük xoreoqrafı Amerikalı Mark Morris var idi. Və Mark Morris Yo-Yo-Ma ilə söhbətində öz marağını və çox yəni böyük, yəni gözəl rəyini bildirir, fikrini bildirir bu tamaşa haqda. Amma söyləyir o zaman ki, mən hələ bu işi görməyə hazır deyiləm. İllər keçdi və həmin bu sənətkar... Yəqin ki, Ayda xanım, sözü kəsirəm. Mark Morris Yo-Yo-Ma'nın o konsert proqramında düzənlənmiş əlbəttə tamaşasına baxmışdı, düzdürmü? Deyirəm ki, o auditoriyada olur, bu operaya maraq göstərir, amma ona zaman tələb olunur ki... İndi bax, söhbətimizin bu yerində mən istəyirəm Alim Qasımovun iştirakı ilə düzənlənmiş bu tamaşadan bir fragmentə biz baxaq.
ki, Yo-Yoma bu əsəri ortaya gətirəndə, ərsəyə gətirəndə o operadan təkanlanırdı. Lakin onun sanki yeni bir aranjman versiyasını ortaya qoydu. Belə demək mümkündür, eləmi? Elədir. Ansamblin iki üzvünə, Johnny Gendelsmana və Colin Jacobsona həvalə olundu ki, seçilən epizodların və bu seçimi Alim Qasımov özü etdi. Bu seçilən epizodların yeni partiturası, yəni yeni aranjmanı hazırlansın və ondan sonra məşqlər başlansın. Və elə də oldu və məşqlər zamanı da çox böyük və önəmli yeniliklər gətirildi yenə də. Yəni ki, çünki bu musiqi, bu opera özü elə bir əsərdir ki, bu və bizim muğamımızın elə bir ki, elə muğamımız da buna şərait yaradır ki, dəyişikliklər olsun, müxtəlif versiyalar olsun və məşqlər zamanı hələ yeniliklər oldu. Bir neçə belə yeni musiqi parçalar da orada daxil olundu. Amma onu demək istəyirəm və vurğulamaq istəyirəm ki, Üzeyir Hacıbəylinin musiqisi, onun ruhu, onun ab-havası, onun dramaturji yükü, onlar hamısı toxunulmaz bir tərzdə bu yeni aranjmanda mövcuddur. Bilirsiniz, mənə elə gəlir elə bu operanın yeni təfsirinin böyük nailiyyətidir ki, biz onu sanki ilk baxışdan hiss eləmirik ki, orada nə isə yeniliklər ortaya gəlib. Amma dərindən baxanda təbii ki, bu qarşımızda bizim ənənəvi şəkildə eşitdiyimiz Leyli Məcnun operası deyil. Yəni, onun tamamilə yeni bir versiyasıdır. Siz düz buyurursunuz ki, Üzeyir Hacıbəyli ruhuna o qədər uyğunlaşdırılıb ki, yəni onun ruhu qalmağına verilib. Ona görə də bizdə məhz belə bir təəssürat yaranır. Neçə il məhz bu versiyada bu əsər yəni tamaşaçılara göstərildi? Deməli, ilk tamaşa 2007-ci ildə oldu və ondan sonra deməli, bu tamaşa Fransada baş verdi. 2008-ci ildə dünya premyerası və başqa ifalarda oldu və deməli, təxminən bir 2011-ci ilə qədər bu əsər deməli, bu yeni versiya Yo-Yomanın iştirakı ilə Yo-Yoma özü orada violonçel çalır və çox, yəni çox böyük şövqlə hamısı ifadə edirlər doğrusu. Hər dəfə o əsərin yazısına baxanda hiss edirəm ki, ifaçılar özləri çox böyük zövq alırlar. Həm musiqidən, təbii ki, həm alim müəllim Nəfər Qana xanımın iştirakindən və onu da biz vurğulayaq ki, əlbəttə bu konsert versiyası kifayət qədər operanın çox yığıcan bir versiyasıdır. Yəni biz orada başqa obrazları görmürük. Görmürük və burada çox maraqlı bir məsələ baş verir. Sanki hər bir alət, bu İpək Yolu ansamblının aləti sanki operanın hansısa bir xarakterinə bənzəyir. Yəni bu alətlər bir-biri ilə maraqlı dialoqlar, maraqlı söhbətləşmə var burada və elə bil ki, bu Leyli və Məcnun
və Alim Qasımovun və onun tələbəsi yetirməsi və gözəl muğam ifaçımız Fərqanə xanım Qasımovanın ifasında olan Leyli və Məcnun obrazları elə bil ki, bu hekayədə iştirak edən başqa qəhrəmanlarla tərəfindən də əhatə olunur və onlarla bir maraqlı bir əlaqələr yaranır ansamblın iştirakçıları ilə. Bilirsiniz, mən də ona fikir verdim. Məsələn, Məcnunun öz valideynlərlə bir səhnəsi var. O səhnədəki valideynlər o sözləri tələffüz eləyirdilər. O sözlər deməli orkestr vasitəsilə ifa olunur və biz sanki onları eşidirik, düzdürmü? Bəli. Ardınca artıq Məcnunun öz deməli cavabları orada səslənir. Bəli. Yəni digər obrazlar məhz orkestrdə əyləşmiş o instrumental ifaçılar tərəfindən açılmağa başlayır. Sizin də sözünüzdə belə çıxdı. Biz əsərə baxanda da bunu hiss eləyirik. Mən istərdim bir fraqmentə biz baxaq. Orada sufi dünya görüşü özünü çox bariz büruzə verməyə başlayır. Yəni, bütün yeni versiyada mən o sanki o fırlanan bu dərviş mistik auranı hiss edirəm. Elə deyilmi? Bax, Mark Morris'in bu işə yanaşmasını mənə gəlir bir balaca açsaydıq, maraqlı olardı. Mən hesab edirəm ki, bu çox gözəl bir haldır ki, məhz Mark Morris bu işə müraciət etdi. Çünki Mark Morris ümumiyyətlə Amerikanın Time jurnalının təbirincə Balançindən sonraki eranın ən nəhəng xoreoqrafı hesab olunur. Və o məşhur Mixail Barışnikovla işləyib və o deməli bu dünyanın müxtəlif xalqlarının rəqslərinə, mədəniyyətinə, fəlsəfəsinə çox böyük maraq göstərir və bu onun öz işində bunu çox gözəl, yəni özünü göstərir. İspan musiqisinin vurğunudur, Hind musiqisinin, Hind mədəniyyətinə böyük maraq göstərir, Balkan deməli xalqlarının mədəniyyətinə və ona görə bu yeni quruluşu hazırlayanda o
deməli artıq onun deməli daxilində mövcud olan bir təcrübəyə əsaslanır. Amma eyni zamanda onu da deməliyəm ki, Mark Morris Üzeyir bəyin bütün əsərlərinə qulaq asır. Arşın Malalan filminə çox böyük maraq göstərir və onu çox bəyənir. Yəni o deməli Rəşid Behbudov və Leyla Bədirvəli ilə olan filminə və ümumiyyətlə Koroğluya qulaq asır və sonra özü də deyir ki, mən Bakıya gəlib, mən o ölkənin, o şəhərin, o xalqın, o millətin mən istəyirəm yaxından özüm bilavasitə tanıyım, görüşüm. Yəni ki, kitablardan, ekrandan yox, yəni bilavasitə öz şəxsi təcrübəmdən. Və bu da doğrudan baş verir. 2016-cı ilin martında Mark Morris Bakıya gəlir və burada həm də gənc muğam ifaçılarına qulaq asır. O istəyir ki, ümumiyyətlə bu muğamın havasını dərk etsin və tamaşaya da gedir yəni. Tamaşaya getmək. Leyli və Məcnun tamaşası. Bəli, mən əlaqə saxladım onda opera teatrı ilə. Təəssüflə həmin günlərdə o çox qısa müddətə gəlmişdi. Mən də yəni onunla müşahidə edirdim. O günlərdə yox idi Leyli və Məcnun tamaşası. Canlı şəkildə görmək nəsib olmadı. Amma yenə də deyirəm, mümkün qədər o deməli Azərbaycanda olarkən bizim musiqimizə, bizim mədəniyyətimizə bələd oldu. Və mən hesab edirəm ki, bunlar hamısı bu quruluşda özünü büruzə verir. Doğrudan siz düz buyurdunuz, o sufilərin rəqsləri var. Orada başqa, mən deyərdim, biz sitat deyirik də, bu sitatlar var və bütün bu bir saat ərzində olan tamaşa ərzində biz bu müxtəlif hərəkətlərdə biz sanki bu şərq fəlsəfəsi ilə, şərq musiqisi ilə, şərq rəqs mədəniyyəti ilə bu bağlılığı duyuruq. Amma onu da qeyd etmək istəyirəm ki, Mark Morris'in əsas məqsədi stilizasiya deyirik deyildi. Yəni ki, bir şərq xoreografiyası yaratmaq deyildi. O, Leyli və Məcnunu ümumbəşər bir hekayə kimi qəbul edir və onu sanki bütün deməli bəşəriyyətə məxsus olan bir əsər kimi təqdim edir. Onun ümumiyyətlə başqa işlər də var. Onun Romeo və Julietta baleti var, yəni Prokofievin musiqisi ilə. Onun Didone və Ney baleti var, Purcell'ın musiqisi ilə. Yəni bu məhəbbət hekayəsi, onun dramatik deməli mərhələlərdən keçməsi və deməli nəticəsi, çox vaxt acı nəticəsi, bəlkə də acı, yəni bu dünyada acı hesab olunan, amma ümumiyyətlə bu ilahi dünyada elə bir ki, bu iki gəncin, iki sevgililərin qovuşması, bunlar hamısı onun diqqət mərkəzindədir. Və mənə elə gəlir ki, o təsadüfi deyil ki, o məhz Leyli və Məcnuna müraciət etmişdir. Bilirsiniz, söhbətimizin bu əsnasında mən istəyirəm mütləq Mark Morris'in deməli quruluşundan bir fraqmenti dinləyicilərimizə, tamaşaçılarımıza göstərək, yəni müəyyən bir əyani təəssürat yaransın, sonra davam etdirəcək söhbətimizi. Mən istəyirəm, ümumiyyətlə, onun bir strukturu, quruluşu haqqında və həcmi barədə bizə məlumat verəsiniz. Deməli, biz bildiyimiz kimi operamız 3 saatdan çox, 3 saat yarım təxminən deməli müddəti əhatə edir və əvvəlcə Yoyomanın versiyasında əsər təxminən 50 dəqiqəlik bir formata deməli salınmışdır və artıq bu 50 dəqiqə ərzində deməli hekayənin bütün mərhələləri çatdırılmışdır. Deməli, əsər bir neçə hissəyə bölünür və bu hissələrdə bu hekayənin önəmli, elə bil ki, önəmli məqamları bu hissələrdə göstərilir. Mark Morris'in isə bu rəqslə olan versiyasında yenə də əsər bir neçə hissəyə bölünür, 5 hissəyə bölünür və burada çox maraqlıdır ki, Mark Morris səhnədə
4 Leyli və Məcnun cütlüyü göstərir. Əvvəlcə bunların məktəbdə görüşləri, bu onların ən bəlkə xoşbəxt, qayğısız bir dövrüdür, onların eşqinin yəni yaranması. Bu rəqqaslar vasitəsilə Elə səhnə, yəni ki, pərdə açılanda biz görürük ki, bu Leyli və Məcnun öz sinif yoldaşları ilə birgə hərəkət eləyirlər, məktəbdədirlər, yəni çox gənc kimi hərəkət eləyirlər və görüşürlər. Bunların ilk görüşü və sanki artıq bu andan bu faciə başlanır. Sonra ikinci mərhələdə biz onların valideynləri ilə münasibətini görürük. Valideynlər, belə qısa deyək, yox deyir. Yəni ki, heç Leylinin əsasən valideynləri qadağa qoyur və sonra biz üçüncü hissədə bunların əzabları, bunların sarsıntıları, bu çox gözəl bir hissədir. Orada elə bil ki, məhəbbətlərinin qeyri-mümkün olmağı çox gözəl göstərilir və yenə də başqa bir cütlük çıxır səhnəyə. Sonra Leylinin toy səhnəsi və Məcnunun peyda olması, orada da başqa bir Leyli və Məcnun çıxış eləyir və nəhayət axırda hər iki deməli bu hekayənin hər iki qəhrəmanı dünyasını dəyişir. Əvvəlcə Leyli, sonra Məcnun və bu bir saat ərzində biz bütün bu mərhələləri görürük və onlar dünyalarını dəyişəndə, yəni rəqs vasitəsilə də bütün bu 4 cütlük hamısı çıxır bu səhnədə, elə bil ki, bu məqam canlanır. Bunların həm bu fiziki deməli ölüm, lakin yəni mənəvi cəhətdən ilahiyyətə qovuşmaları çox gözəl göstərilir. Yəni ki, çox xoreografiya vasitələri ilə bu çox gözəl əldə olunub. Əlbəttə, bu tamamilə yeni bir interpretasiyadır və mən belə anlayıram ki, Alim Qasımova, Fərqanə Qasımova orada bir tərəfdən Leyli və Məcnunu təmsil edirlərsə, digər tərəfdən bir nəql edici xarakteri, sanki bütün opera məzmununu və o dramatizmini öz ifaları ilə ortaya qoyurlar. Yəni, burada iki plan, düzdürmü? Bir rəqs planı və bir də muğam ifa planı bir-birini həm tamamlayır, həm əvəzləyir, həm qovuşur. Yəni, doğrudan da çox qeyri-adi bir tamaşa halında, kül halında ortaya gəlir. Əlbəttə, istərdik bir fraqmenti də tamaşa edək. Ayda xanım, muğamın ümumiyyətlə rəqs olunması, bunu biz çətin təsvir edərdik. Hərçənd belə bir təcrübə olub. Vaxtilə Rəfiqə xanımla Maqsud Məmmədov muğam kompozisiyası baletə gətirmişdilər və o çox böyük şöhrət qazanmışdı bu kompozisiya. Yəni, öz dövründə novator bir Bayatı Şiraz üzərində Nazim Əlivərdibəyevin Bayatı Şirazına əsaslanaraq və bu kompozisiyanın sonra çox böyük baleronlar da öz repertuarına daxil etdilər. Doğrudan da bu belə bir qeyri-adi bir yenilik kimi balet aləmində qəbul olunmuşdu.
İndi Mark Morris deməli bir tərəfdən çox çətin görünən bir məsələni öhdəsinə götürdüm. Çünki muğam improvizasiya təbiətli bir sənətdir. Yəni alim müəllim özü də deyir ki, mən əgər nəyisə oxuyuramsa, o demək deyil ki, mən ikinci dəfə eyni şeyi təkrarlayacağam. Yəni bu ağla sığmaq, ağla gəlməyən bir şeydir. Bax, bu problem necə həll olundu? Bəli, əsas çətinlik elə bundan ibarət idi. Əzəldən Mark Morris həmin bu İpək Yolu ansamblının versiyasının deyək ki, fonoqrammasını, yazısını əsas götürərək öz xoreografiyasını yaradır. Lakin New Yorkda biz görüşəndən sonra yəni canlı məşqlər başlayandan sonra və bu deməli ifalarda Alim Qasımov, Fərqanə Qasımova, eyni zamanda bizim kamançı ustamız Rauf İslamov və tar ustamız Zəki Vəliyev də iştirak eləyir. Təbii ki, bu Alim Qasımovun deməli ansamblının üzvləridir. Və bu məşqlər başlayanda məlum oldu ki, siz dediyiniz kimi axı ikinci dəfə eyni cür o muğamı oxumaq mümkün deyil. Yəni bu qeyri-mümkündür. Və bu anda belə bir sistem yarandı və işlənildi və həm rəqqaslar tərəfindən, həm musiqiçilər tərəfindən bu sistem qavranıldı və həyata keçirildi. Yəni ki, hər iki tərəf bir-birinə sanki izləyib, hərdən də işarə verirlər, hərdən sadəcə yadlarında saxlayırlar və hər iki tərəf, həm rəqqaslar, həm bizim muğam ustalarımız, onlar da bu deyək ki, tempo ritm, yəni bu həmin bu tamaşanın yeni bu cərəyanına, yeni nəfəsinə uyğunlaşırlar, uyğunlaşmalıdırlar. Başqa burada əlac yoxdur. Ona görə bu doğrudan da dəfələrlə bu məşqlər zamanı belə kimi çətinliklər deməli meydana çıxırdı, amma yəni həll olunurdu. Deməli belə çıxır ki, rəqqaslar özləri də muğamın improvizasiya təbiətinə uyğunlaşmaq zorunda qalırdılar və yavaş-yavaş da buna nail oldular. Hər iki tərəf mən deyərdim, bütün və unutmayaq ki, səhnədə İpək Yolu ansamblının musiqiçiləri də var. Yəni burada həm bizim deyək ki, Azərbaycan muğam ansamblımız, İpək Yolu ansamblı və rəqqaslar. Səhnədə ümumiyyətlə çox adam var orada bu quruluşda. Eyni zamanda yəni biz sinxron bir-birinə başa düşmək, bir-birini duymaq, başa düşmək və bir-birinin necə deyərlər, ardınca getmək, bunlar hamısı heç də asan məsələ deyildi və mən yəni amma heç şübhə də yox idi ki, səhnədə olan böyük musiqiçilər, rəqqaslar, ifaçılar, xanəndələr bunu dəf edəcəklər, elə də oldu. Bəlkə də mən belə fikirləşirəm, bu tamaşanın özəlliyi, qeyri-adiliyi həm də bundadır. Çünki ola bilsin tamaşaçılar bunu hiss etmirlər. Çünki onların bəlkə də çoxu anlamır ki, hər dəfə o muğam oxuyan xanəndələr eyni cürə, yəni bu notla yazılmış, dəqiq fiksasiya olmuş musiqi deyil, onu eyni cür oxuya bilməyəcəklər və bütün qalan ətrafında, bax bu məcrada bir nəbzə vurması, bu özü tamaşanın hər dəfə deməli tamaşa sanki yenidən yaranır. Bu onun gözəlliyi, çətinliyi məhz ondan ibarətdir. Heç bir tamaşa o birisine bənzəmir. Yəni ki, dünən ifa olunan versiya bugünkündən fərqlidir. Sabah da tam fərqli, tam yox, amma yenə də fərqli bir versiya meydana çıxacaq və mən onu da demək istəyirəm ki, məhz bu da Üzeyir bəyin fikri idi. Üzeyir bəyin bizə elə bil ki, ünvanlandığı bir mesaj idi və bu elə partituranın özündən irəli gəlir. Axı biz etiraf edək ki, elə Leyli və Məcnun bizim operanın səhnəsində quruluşları da fərqlidir. Həm vaxt baxımından, həm yəni ki, hər yeni ifaçı yeni nəfəs gətirir və bu da onun gözəlliyidir, onun özünə məxsusluğudur. Bilirsiniz, siz Üzeyir bəyin doğrudan da bu fikrində xüsusi qeyd elədiniz. Məhz bu cürə də o opera yaranmışdı. Düzdür, Üzeyir bəy sonradan onu, hətta hər partiyanı yazmaq qərarına gəlmişdi və ondan vaz da keçmişdi. Çünki operanın əsas özəlliyi itəcəkdir. Yəni. Ayda xanım, mən bilirəm ki, yalnız bu proyektlə, yəni bu layihə ilə sizin Leyli və Məcnun təbliği ilə bağlı işiniz bitmir. Hərçənd qarşımızdakı bu kitabda da siz elmi cəhətdən çox böyük bir iş görərək ingilis dilli oxuculara Azərbaycan musiqisinin özəlliyini,
ortaya qoymusunuz. Siz həm də dərs deyirsiniz, yəni pedaqoqsunuz və apardığınız fən də bilavasitə bütün bu elmi işinizlə bağlıdır. İpək yolunun musiqisi, düzdürmü? Siz İpək yolu ansambldən işləyirsiniz və İpək yolunun musiqisini də bir kurs şəklində, bu məxsusi sizin kursunuzdur. Amerikada, yəni siz Indiana Universitetində bu kursu aparırsınız və orada da əvvəl istədim bir balaca bu kurs haqqında, sonra yenə də Üzeyir bəyin musiqisinə qayıdacağıq. Bəli, mən Indiana Universitetinin Jacobs Musiqi Məktəbində, yəni elə adlanır o əsas bu Indiana Universitetinin Musiqi Fakültəsi deyək. Bu çox böyük məktəbdir, 3000-dən çox onun deməli orada çalışan və oxuyan insan var və orada mən çox şadam ki, mənə belə bir imkan yaratdılar ki, mən özümün yaratdığım deməli kursları tələbələrə çatdırım və onları tədris edim. Və İpək Yolu musiqisi kursu doğrudan da belə kurslardandır. Onu mən ilk dəfə 2011-ci ildə deməli təqdim etdim. Onda həmin qrupda cəmi 12 nəfər var idi. İndi isə bu ikinci semestrdə baxarda tədris etdiyim İpək Yolu musiqisi sinifində, qrupunda 72 nəfər var idi. Yəni ki, onlar axı orada könüllü yəni kurs seçib yazılırlar və gəlirlər. Və mən doğrudan da bu kursu, bu fənni tədris etdiyimdən çox böyük zövq alıram və qürur duyuram ki, belə bir imkan var. Təbii ki, biz İpək Yolu ölkələrinə səyahət edirik və həm Çin musiqisindən söhbət açırıq, həm Türk musiqisi, Türkiyə musiqisi, Türkiyənin musiqisindən, həm bütün bu Orta Asiya ölkələrinin musiqisindən, İran və başqa ölkələri. Amma təbii ki, mən Azərbaycanlı müəllim olaraq Azərbaycan musiqisinə çox böyük diqqət yetirirəm. Yəni, burada həm öz mülahizələrimi, öz fikirlərimi bu deməli kursun tədrisində onları çatdırıram. Həm də mümkün qədər Azərbaycan musiqiçilərini də dəvət edirəm bu öz dərslərimə və bir misal gətirim. Deməli, 2018-ci ilin payızında Bloomington şəhərində, deməli mən yaşadığım və çalışdığım şəhərdə bizim böyük caz ustamız Salman Qambarov gəlir və Salman Qambarovu mən təbii ki öz sinifimə dəvət etdim və bu çox gözəl bir dərs oldu. Yəni biz gözəl bir görüş oldu. Həm Salman həm danışdı, həm ifa etdi və bu böyük bir auditoriya təbii ki Azərbaycan musiqisinin daha bir çalarını, daha bir elə bil ki janrını özləri üçün kəşf etdilər. Və bu təkcə yeganə mən bir misal gətirirəm, amma ümumiyyətlə belə misal çoxdur. Mən çalışıram Skype vasitəsilə də bizim musiqiçilərlə əlaqə saxlayım və onların dilindən, onların təcrübəsindən deməli bu gənc Amerikalılara Azərbaycan musiqisi haqqında məlumat verim. Və ümumiyyətlə muğam haqqında, Leyli və Məcnun haqqında, deməli simfonik muğam haqqında, bu muğamın bütün bu formaları, yəni ki başqa qərb musiqisinin janrları ilə sintez forması, onlardan da söhbət açıram və təbii ki xalq musiqimizdən danışıram. Elə bu əsnada Aida xanım, mən çox yaxşı fraqment siz mənə təqdim etdiniz. Siz orada Evləri var xana-xana xalq mahnısını tələbələrə öyrətmişsiniz və onlar da çox böyük şövqlə bunu ifa edirlər. Gözəl bir giriş də vermişsiniz fortepiano. Aida xanım həm də gözəl bir pianoçudur. Yəni bizim Bakı Musiqi Akademiyası 2 fakültə üzrə bilirəm ki, siz bitirmisiniz və bilavasitə, yəni həm ifaçı kimi, həm müəllim kimi onları bunu öyrədirsiniz. Mən istəyirəm bu fraqmentə bir tamaşa edeyim.
istədik ki, sonda biz sanki verilişimizi belə Leyli və Məcnun abı havasında qurduq və onunla da tamamlamaq istərdim və sizin o tələbələrinizə Şəbi Hicran xorunu öyrətməyiniz və onların da çox belə ülvi bir hisslərlə o xoru ifa etməsi doğrudan da son dərəcə təsirli bir məqam idi. Çox sağ olun Lalə xanım. Bu doğrudan da mənə çox əziz olan bir layihədir. İfa edənlər deməli İndiana Universitetinin Beynəlxalq Vokal Ansamblı adlanan qrupun üzvləridir. Bu xordur əslində və deməli bu xora gələnlər ümumiyyətlə başqa xalqların musiqi ənənələrinə və musiqi ənənələrinə xas olan, yəni onları təmsil edən əsərləri ifa edirlər adətən. Və bu qrupun bir amalı var. Onun bədii rəhbəri o zamanlar Indiana Universitetinin professoru Mary Getzi olur. Bakıya da gəlmişdi. O Bakı deməli Azərbaycan musiqiçiləri ilə də tanış olmuşdu. Və Mary'nin bir fikri var ki, hər hansı xalqın musiqi əsərini ifa edəndə sən gərək o xalqı yəni təmsil edən bir musiqiçi ilə bu işi görəsən. Çünki o adam həm dilin incəliklərini, həm musiqi üslubunun bu detallarını daha düzgün, daha dəqiq çatdırmaq imkanına malikdir. Və mən deməli dəvət olundum bir deyək ki, bu əsəri həm seçən, həm də tədris edən bir musiqiçi kimi. Və mən belə bir qərara gəldim ki, 2008-ci il idi, yaxşı yadımdadır. Bu da Leyli və Məcnunun yenə də 100 illiyi il idi və biz artıq bu layihəyə də başlamışdıq bu İpək Yolu Ansamblına və Alim Qasımovla, Fərqanə Qasımova ilə layihədir. Odur ki, bütün bu amillər mənim seçimimi şərtləndirdilər və mən düşündüm ki, qoy biz bu qrupla Şəbi Hicran xorunu birgə öyrənək. Və bu çox gözəl təcrübə oldu. Əvvəlcə sözlərini, yəni hər həftədə 2 dəfə görüşüb, yəni bu onların dərsləridir. Biz sözləri öyrəndik. Sonra keçdik musiqiyə. Sonra mən təbii ki, bu əsər haqqında danışdım və ümumiyyətlə Azərbaycan musiqisi və Azərbaycan haqqında məlumat verdim. Bu, yenə də deyirəm, bu xorun bədii rəhbəri Mary Getzinin əsas ideyasıdır, əsas amalıdır. Ki, sən bir musiqini, yəni başqa xalqdan gələn musiqini ifa edəndə, gərək o xalqın mümkün qədər, heç olmasa biraz təsəvvürün olsun. Daşıyıcısı. Bəli, bəli. Və ümumiyyətlə o daşıyıcı da gərək bu xalqı və bu ölkəni təqdim etsin, yəni mümkün qədər. Və biz bu işi gördük və doğrudan da yəni bunu ifa edənlər hamısı Amerikalı uşaqlardır. Amma çox təmiz Azərbaycan dilində mən heç ləhcəni də mən hiss eləmədim. O qədər təmiz olar Azərbaycan dilində Şəbi Hicran xorunu oxudular ki, bəlkə kənardan baxan elə bilərdi ki, o məhz Azərbaycan mühitində böyümüş insanlar tərəfindən oxunan mənim üçün bu çox böyük qürur hissi yaradır məndə. Çünki doğrudan da əsas yəni məqsəd də o idi və orada həmin bu deməli bu yazıda ki, Auer Hall'da əldə olunub, Indiana Universitetinin ən gözəl zallarından biridir. Biz onu ifa etdik və doğrudan da bu böyük maraqla qarşılandı və mən də orada pianoda bu qrupa müşahidə etdim. Ayda xanım, mənə elə gəlir bizim bu gün söhbətimiz kifayət qədər maraqlı bir mövzu ilə əhatə olundu. Biz Üzeyir Hacıbəylinin Dahiyəni operasından təkanlandıq. Həm də bu opera çox böyük ideyalara, çox maraqlı belə layihələrə təkan verir insanlarda, sənətkarlarda, müəllimlərdə. Mən sizə təşəkkürümü bildirirəm ki, bu gün gəldiniz və biz Leyli Məcnunun sanki dünya səyahətindən bir fraqmentə, nə deyil, o səyahətin bir anına diqqət yetirdik və inanıram ki, bu opera ümumiyyətlə geniş sularda üzməyə qadir olan bir əsərdir. Getdikcə, əsr də keçib artıq, illər keçdikcə biz onun dəyərini, böyüklüyünü xüsusilə dərk etməyə başlayırıq, yəni bu operanın. Ona görə də yəqin ki, bu bizim son söhbətimiz deyil bu mövzuda. İnanıram ki, biz bir daha ona qayıdacağıq. İndi isə artıq verilişimizin sonuna gəldik, çatdıq. Təşəkkür edirəm bir də
və tamaşaçılarımızla da vidalaşmaq gəlib çatdı, vaxtı çatdı. Mən də təşəkkür edirəm Lalə xanım. Doğrudan da söhbətiniz çox maraqlı keçdi. Mənə çox xoş oldu ki, biz bu haqqda danışdıq. O doğrudan da Leyli və Məcnunun sədaları yəqin ki, hələ də uzaq diyarlardan gələcək və bu da yəni doğrudan da bizim bu musiqimizin ən erkən dövründə, yəni bəstəkarlıq yaradıcılığının ən erkən dövründə yaranan bu əsərin nə dərəcədə nəhəng olduğundan xəbər verir. Çox sağ olun. Təşəkkür edirəm. Əziz tamaşaçılarımız, bununla da musiqili ekranda növbəti görüşümüz sona çatdı. Sağ olun, gələn görüşlərə.